Şuşanı Şuşalılardan yaxşı heç kim təsvir edə bilməz. İndi təqdim edəcəyimiz görüntülər isə xarabalığa çevrilən Dilbər guşəmizdən hansısa yolla ora gələn birisinin lent aldığı kadrlardır. İsa bulağı, Cıdır düzü. Bunları bir-birinə bağlayan Şuşadır. O Şuşa ki 23 ildir ki həsrətlə yolumuzu gözləyir. Ona qovuşacağımız gün elə də uzaqda deyil. Yenə Cıdır düzündə bədöy atlar şahə qalxacaq. Yenə o yerlərdə axşamüstü qoy uzaqdan havalansın xanın səsi. Qarabağın şikəstəsi zənguləsini eşidəcəyik. Yəqin ki, bu ifa milyonlarla Azərbaycanlının qəlbini titrətdi, göynətdi. Bəlkə də aralarında kövrələnlər də oldu. Söz yox ki, kimləri isə Şuşalı günlərimizə qaytardı. Onlarda xoş xatirələr oyatdı. Ancaq bir qism insanlar da var ki, onlar bu məkanla qiyabi tanışdılar. Xüsusilə gənclər, Şuşalı olub, o yeri görməyənlər. Bugün onlar Qarabağın tacı, mədəniyyət beşiyimiz olan Şuşanı sadəcə qəlbində Şuşaya sevgisi olmayan kəslərin lentə aldığı kadrlardan görür. Necə ki, təqdim etdiyimiz bu görüntüləri xarabalığa çevrilən Dilbər guşəmizdən hansısa yolla ora gələn biri lent alıb. Şuşa üçün çox darıxmışıq. Yenə bu şəhərə gedən yollar açılacaq. Qəlbini vətən həsrəti didib parçalayan Şuşalılar öz yurt yuvalarına qayıdacaqlar. Biz buna inanırıq. Gözləri yollara dikilən Şuşa. Biz gələcəyik. Nuranə Məmmədiyarova, İsmail Cəbiyev, Carçın. Bəli, inanaq ki, Şuşanı eləcə də işğal altında olan digər torpaqlarımızı görəcəyimiz gün heç də uzaqda deyil.